artıq efirdədir. Rəqsimizi, yəni dərsimizi izlədikdən sonra dostlarınızla paylaşmağı unutmayın. 6-cı dərsimiz nədir? Bir məzəli bir hərəkətdir. Göstərim birinci. 1, 2, 3, 4, 1, 2, 3, 4. Birbaşa keçək hərəkətə. Həmişə kimi birinci ayaqlardan başlayır. Deməli, 1. Ayağımızı cərgələn vururuq. Biraz sağa. Yəni, çiynimizdən çox aralı olmasın. Cərgələn. Ayağın altını tam vururuq yerə. Bu oldu 1. 2-də ayağımız sürüşəcək. Pəncə tərpənməmə şərtilə. Ancaq daban və yerə toxunaraq sürüşür. O birisi ayaq vurulur düz böyrünə. Böyrdən göstərim. Bura. Arxaya, qabağa olmasın. Tam böyrünə. Və çox aralı olmasın. Yaxın olsun. Bir növ dabanı ilə bir itələmək kimi görsənir. Amma vurmaqdır. Yəni pola vurur. Dabana yox. Deməli, bir cərgana böyrə vurduq. 2. Fırlanmaqla vurmaq eyni anda olur. Bir də göstərərəm. 1 ayağa vurduq. 2. Dabanı sürüşdürdük. Pəncə tərpənmədik. Və ayağı vurduq. Döşəmədik. Əks tərəfə də eyni şeydir. Və fırlanarkən çox fırlanmayın. Əks diagonal tərəfə qoyun. Yəni, birinci başladıq bu istiqamətdə təqribən 35 dərəcə belə özümüzdən. Fırlanana da əks tərəfə. Və sol ayağımızı vurduq. Deməli, sağla başladıq. 1, solu vurduq 2. İndi eyni şeyi əks tərəfə edirik. Yenə də diagonal vururuq. 1, ayağımızın altını vururuq. Düz. Və yenə də fırlandırıq. Daban tərpənməmə şərti, pəncə tərpənməmə şərti ilə daban fırlanır əks diagonal tərəfə və eyni anda ayaq vurulur. 1, 2. Eyni qayda. Vuranda və bir böyrdən götürür. 2. Bura gətirməliyik. Yəni, arxaya qabağa vurur. Bir də göstərəm. Deməli, bir yana vurduq. 2 fırlatdıq. 3 yana vurduq. Əks tərəfə. 1, 2, 4, 1, 2, 4, 4, 1, 2, 3, 4. Ayaqlarla bu qədər. Hərəkət çox asan hərəkətdir. Prosta bir nüans var. Əllərlə eləyəndə, əllər biraz dəyişikdir, baş salır. Ola bilsin, biraz ilişdir əvvəldə. Amma 2-3 dəfə, müəyyən qədər arası 10-15 dəqiqə bir yerdə ayaqlarla elədikdə rahat gələcəksiniz. Əllər nədir? Deməli, əlləri yumruqlar tam sıxılır, önə doğru və dirsəkləri bükmürük yuxarıda. Böyrdən cərgəlana fikir verin, yerə cərgəlana verin. Adasa 45 dərəcə. Belə 90 götürsək, 45 dərəcə. Çox qaldırmayın, belə saxlamayın, qabaqda. Və çiyin bərabərdir. Aralı yox, yaxın yox, çiyin bərabərdir. Nə edirik? Birinci sağ əl açılır. 1. Açanda barmaqlar tam açıq olsun. Elə bir ki, aralarına kibrit qoymuşsunuz. Yəni, belə yaxın olmasın. Aralı 1. 52 tam önə baxır. Sonra 2. Sol əl açılır. Təzən sağ əl birinci bağlanır. Daha sonra isə sol əl bağlanır. Yəni, 1 sağ açıldı, 2 sol açıldı, 1 sağ bağlandı, 2 sol bağlandı. 1 sağ açıldı, 2 sol açıldı, 1 sağ bağlandı, 2 sol bağlandı. İndi ayaqlarla götürək. Əsas məsələ buradır, daha qəliz məsələ deyək ki, birləşdirmək. Nə edirik? Başlanğıc vəziyyətimiz ayaqlar bir yerdə öyrənmək üçün. Və əllərimiz önə doğru, çiyin bərabərini saxlamışıq. Çiyin bərabərini deyəndə belə yox, yəni yumruqlar arasındakı məsafəni nəzərdə tutur. Deməli, 1. Ayağı cərgənala vuranda əl açılır. Sağ əl həmişə birində açılır. 2. Ayağı sürüşdürürük, sol ayağı döşəməyə vururuq və sol əl açılır. 2.
Təzədən yenə sağ əl qatlanacaq, büküləcək daha doğrusu. Amma bu dəfə sol əl gedir. 3, 4. Deməli, sağı vurdu. Sağ əl açıldı. Sol gəldi. Solu açdıq. Amma sol tərəfə gələndə sol əl yox, əksinə. Həmişə birinci sağ əl açılır, sağ əl bükülür. Sağ əl bükülür, sağ əl açılır. Və indi əks tərəfə yenə də sağ əl bağlandı. Ayağını sürüşdürdük. Sol əl. Bir də nüans. Bu hərəkəti eləyəndə nüanslara da keçək. Hamısı eyni anda olma. Ayağı vurdum, əllə ayağı nəzərdə tuturam. 1. Yəni ayağı vurandan sonra əli açmaq olmaz. Əli açdım, sonra ayağı vurdum. Belə şeylər olmaz. Eyni anda vuramaz. 1, vurdum. 2. Əks. Fikir verirsin, hamısı eyni anda olur. Geri qalma olmaz. Bir də ayağı deməkdir. Vuranda ayaq yerdə deyil. Sürüşdürməni nəzərdə tuturam. 1, 2 nəzərdə tuturam. 2-ni eləyəndə pəncədir. Sürüşən ayaq yox, vurulan, döşəməyə vurulan ayaq pəncədir. Taban göydə. Yəni 1, 2, 3, 4. Yandan belə bir şey. İndi hərəkət bir yerdə, orta tempdə sana göstərirəm. 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. Haradasa hərəkəti bir 15 dəqiqə işlədikdən sonra görəcəksiniz ki, artıq hərəkət alınır. Bir dəfə də musiqi ilə göstərim. Altıncı dərsimiz haqqında bu qədər. Gəlin görüşürüz.